Mən dəfələrlə demişəm ki, onurğanın insan həyatında böyük əhəmiyyəti var. Erkən yaşlarda onurğa əyilmələri, orta yaşlarda osteoxondroz, protruziya, fəqər arası disk yırtıqları, ahıl yaşlarda isə osteoporoz, qığırdaqlarda olan artroz, koksartroz, osteoartroz, bütün bu problemlər həm onurğada, həm də daxili orqanlarda iz qoyur. Daxili orqanların sinir tropik və damar qidalanması var. Onurğa ilə əlaqədar həm də daxili orqanların sinir qidalanması belə pozulur. Yuxarı ətraflarda, aşağı ətraflar gücdən düşür, əzələ getdikcə zəifləyir və 1 yaş həddindən sonra artıq insan yatağa düşmək həddinə gəlir. Mənim onurğamda, ətraflarımda, qollarımda ağrılar var idi. O diaqnozdan mən gəldim. Doktor İradə xanımın başçılıq etdiyi vertebra onurğa mərkəzinə. Burada gəldim, müalicə alındım. İndi yaxşıyam, qayıdıram evimə. Mən doktor İradə xanımın özünə, onun başçılıq etdiyi kollektivə təşəkkürümü bildirirəm. Gələn xəstələrə xoş münasibəti görürəm, ünsiyyəti görürəm. Allah Teala İradə xanıma sağlam ömür versin, can sağlığı versin. Əzizlərinin, ailəsinin, onu sevənlərinin yanından əksik olmasın. Bir kurs müalicə ilə tam bütün ağrılar keçdi. Bu müalicədən sonra evə bütün məsləhətləri veririk. Əgər pasiyent bu məsləhətlərə riayət edəcəksə, sağlam yaşayacaq. Çünki elə diaqnozlar var ki, onları aradan qaldırmaq mümkündür. Elə diaqnozlar var ki, onlarda saxlayıcı mövqe tuturuq. Və bu da pasiyentin praktik sağlam yaşamasına səbəb olur. Dərd varsa dərmanı da var deyirlər. Əminliklə deyirəm ki, onurğa problemi olanların dərdinin dərmanı olduğu yer vertebra onurğa mərkəzidir. İradə xanım və onun kollektivi bu mərkəzdə elə bir mühit yaradıb ki, bura gələn insan müalicə aldıqdan sonra ağrılar olmadan geri qayıdır.